Məmmədov Yaşar Rəhimoğlu, Mingəçevir sakini, birinci qrup əlil. Şikayətim bələdiyyədəndir. Mənim çıxarışımı vermir. 1994-cü ildə birinci qrup əlil olduğuma görə dövlət mənə 6 kvadrat torpaq sahəsi vermişdi. 2010-cu ildə yer hərraca qoyuldu. Hərracda qalib gəldim, 19 kvadratda aldım. Şikayətim ondan ibarət ki, bu 25 kvadrat torpaq sahəsinin çıxarışını ala bilmirəm. Mən dəfələrlə dövlət orqanlarına şikayətimi bildirmişəm. Təəssüf ki, olmur. Çıxarışı almaq üçün Mehriban xanıma da müraciət eləmişəm dəfələrlə. Çıxarışımı almaq üçün dəfələrlə müraciət eləmişəm dövlət orqanlarına, hörmətli Mehriban xanıma. Amma təəssüf ki, olmur. Dostlar, Ağsaqqal deməli birinci qrup əlildir. Mən onun yeznəsiyəm də, mənim qaynatamdır. O fikrini tam çatdıra bilmir. Deməli, Ağsaqqal dediyi kimi torpaq sahəsini alandan sonra o deməli məhkəmələrə müraciət edib, Şəki məhkəməsinə, inzibati məhkəməyə ki, buna çıxarış verilsin. Buna çıxarış verilmir. Müxtəlif bəhanələr gətirir. Bu dövlət orqanlarına da müraciət edib. İndi bunun şikayəti odur ki, buna çıxarış verilsin. Məlumat üçün bildirim ki, bax, məsələn, 2017-ci ildə mən gələndə, Ağsaqqalla qovum olanda, öyrəndim ki, Ağsaqqala cərimə gəlir bələdiyyədən. Bu da birinci qrup əlildir. Birinci qrup əlil torpaq vergisi verilməlidir. Və biz də məhkəməyə müraciət elədik, sağ olsunlar. Şəki məhkəməsində, inzibati məhkəmədə. Biz qərarı utduq. Sadəcə qərarı alan vaxtı deməli Yaşar kişinin səhhətində ciddi problemlər oldu. Nə olmuşdu səndə xəstəlik? Ağır infarkt keçirdi. Yəni o bir neçə ay müalicə altına görə gedib o sənədləri alıb təzədən çıxarış almaq üçün Mingəçevir bələdiyyəsinə müraciət eləmədi. Sonradan səhhətində indi yenə də problemlər var. İstəyir ki, bu torpaq sahəsini satsın. Bu putkanı elə belə qoyub. Bu putka deyil. Bunun torpaq sahəsi 25 kvadrat metrdir də, hə? 25 kvadrat metr torpaq sahəsini sənəd almaq istəyir və ona da deyirlər ki, sən çıxarış almamısan. O da yəni müxtəlif orqanlara müraciət edib, dediyim kimi də, yəni məhkəmələrə, digər dövlət orqanlarına, hörmətli prezidentə, Mehriban xanıma və digər orqanlara müraciət edib, amma bələdiyyə ona sənəd vermir. Müxtəlif bəhanələr gətirir. İndi onun da iddiasına görə ondan pul ala bilmirlər. Birinci qrup əlildir də. Ondan heç kim müqavilə bağlamaq istəmir. Çünki birinci qrup əlil torpaq vergisi vermir. Və o da buradan dövlətə müraciət edir ki, bunun torpağı satıb öz səhhətini müalicə eləmək üçün istəyir də. Bu torpağı satıb, satan adam da deyir ki, sənədlərin yerində olmadı. Bunun digər sənədləri var. Məsələn, fövqələdədən və digər yerlərdən hamısının sənədləri var. Sadəcə bu alan adam, torpağı alan adam. Burada hardasa bir obyekt tikmək istəyir də daşdan. O da ona icazə vermir qanun. Bu da istəyir ki, həmin o sənədləri alsın, çıxarışı alsın, torpağını satsın. Və bir də iddialara görə Ağsaqqalın və belə mənim özüm də iddialarıma görə ki, məsələn, bu adam pul vermədiyinə görə buna heç kim necə deyim, çıxarış vermək istəmir. Amma adamlar var ki, məsələn, obyekt sahibləri var ki, müxtəlif orqanlara 10 min, 15 min pul verib özünə sənəd ala bilir. Amma bu adamdan da heç kim pul ala bilmədiyinə görə buna sənəd verin. Bu da xahiş eləyir ki, video müraciət eləyər, xahiş eləyir ki, sən xahişin nədir? Özün bir dəqiqə bildirərdin. Hə, nə istəyirdin? Yəni dövlətdən bax, indi bax dövlət sənə baxır. Nə istəyirsən onlardan? Mənim xahişim ondan ibarət ki, Mingəçevir məhkəməsi olub qutarıbdır, çıxarışımı vermir ki, vermir. Mingəçevir məhkəməsi də göndərir bələdiyyə də sənin sənədin. Bələdiyyə də imtina vermir ki, məhkəmə həll eləyər. Oldu, sağ ol.